Bugün işleyen ana olarak günlük vlogumu sizinle paylaşacağım. Tələsik makyajımı edib saçlarımı fönləyirəm. Saçlarım video çəkiləcəyini anlayırlar deyəsən. Əynimi dəyişirəm. O sırada qızım oyanır. O da əynini dəyişir və onu səhər gəzintisinə yola salıram. Özüm də düşürəm yola. Səhərlər motivasiya olsun deyə Niyamətin sayt dinləyirəm. Çatıram işə, ilk kofemi içirəm və başlayıram işləməyə. Bir də ayılırıq ki, lunch vaxtıdır, özümüz yemək yeyən yerdə tapırıq. Bugün mənim ən yaxın rəfiqəmin, iş yoldaşımın, universitet yoldaşımın doğum gündür. Onu bərabər qeyd eləyirik. Bir yerdə oturub tortumuzu yedikdən sonra mən yenə də işləyəsi oluram. İş saatim bitir və işdən çıxıram, evə çatıram. Qızım məni görüb özünü itirir. Bugün ailəmizin yeni üzvü ilə tanış olmağa gedirik. Regina saçını yığıram, amma bəyənmir. Özümü yeniləyirəm, evdən çıxırıq. Regina ilk dəfə yeni doğulan uşaq görürdü, amma deyəsən bəyənmədi. Vacib instantlar atıldı, quymaq yeyildi, tort kəsildi və çıxdıq, gəldik evə. Evə çatan kimi Regina söndü. Mən də makyajımı yuyub, biraz kitab oxuyub günümü sonlandırıram.